Bozal mənim ilk məşqə başladığım zaldır. Bu zalda uşaqlıq xatirələrim var. Mən Bilalın anasıyam. İlk dəfə Bilalı mən Astara rayonunun Ərsivan qəsəbəsinə məşq zalı açılmışdı. İlk dəfə mən onu ora apardım. Və Bilal bir neçə dəfə ora məşqə gedəndən sonra gördüm ki, məşqə idmana həvəsi var. Apardım, gətirdim. 2-3 dəfə, bir həftə apardım, gətirdim. Ondan sonra özü gedib gəlirdi. Elə vaxtlar olub ki, evə gec gəlib, narahat olmuşam. Bəs fikrim qalıb ki, uşaq harda qaldı. Oğulları belə qarşılayırdım ki, döyüşə baxa bilmirdim. Öz qardaşımdan döyüşü soruşurdum ki, bəs Bilal qalib oldu, olmadı, sevinci. Belə sevincimi çıxaltdı. Bilal bundan sonra böyüklər arasında döyüşəcək. Bundan sonra olimpiya, dünya medalları böyüklər arasında gözləyirəm. Bilal əvvəlcə təbii ki, Astarda başladığına görə əvvəlcə zonada, regionda başladı yarışlarda qalib gəlməyə. Artıq zonalarda qalib gəldikdən sonra Respublika çempionatlarında, Avropa çempionatlarında, dünya miqyasında yarışlarda qalib gəlməyə başladı və beləliklə demək olar ki, tanınmağa başladı. Tanıdıqdan sonra təbii ki, Bilalın bacısı Samu sualı verilməyə başladı. Bu da təbii ki, mənim üçün həm qürurmu deyim, həm sevincimi deyim, ikisinin qarşılıqlı bir şey oldu. Təbii ki, Bilalın uğuru, Bilalın bu qalibiyyəti həm ailə üzvləri üçün, həm Astara əhalisi üçün, təkcə Astara əhalisi üçün də deyil, Azərbaycan üçün də böyük bir uğurdur. Mən deyərdim ki, bu təkcə Bilalın uğuru deyil, onun inamının, onun səbrinin, onun əzmkarlığının qələbəsidir. Mən 5-ci sinifdən 11-ci sinifə qədər Bilalın oxuduğu sinifdə riyaziyyat dərsini tədris eləmişəm. Nümunəvi davranışa malik, həmişə dərsə vaxtında gələn şagird olub, nümunəvi şagird olub və hətta onun elmə qarşı gözəl potensialı olub. Yuxarı siniflərdə isə biz gördük ki, yəni Bilal idmana daha çox meyil idi. Əslində bu meyil ondan lap ibtidaidən var idi. Yuxarı siniflərdə bu meyil daha da özünü qabarıq göstərdi və hal-hazırda o Azərbaycan İdman Akademiyasının 2-ci kursunun tələbəsidir və arzu edirik ki, Bilal daha yüksək zirvələri fəth etsin. Bilal ilk dəfə anası ilə birgə Astara boks mərkəzinə məşqlə bağlı müraciət etdi. Biz həmən vaxtı yaşı çox az olsa da biz onu burada təlim məşqlərə qoşduq. Demək, onda çox aktivlik var idi. Bilal ilk dəfə Astaradan kənar, yeniyetmələr arasında Azərbaycan birinciliyinə qoşuldu. Çəkisi 39 kilo 800 qram olsa da, o 44 kiloqramda vuruşdu. Yeniyetmələr arasında bütün rəqiblərini məğlub edərək Azərbaycan birinciliyində qalib oldu. Bu potensialı, bu istedadı yığma komandanın yeniyetmələrdən ibarət baş məşqçisi Vaqif Kazımov aşılayaraq onu təlim məşqlərinə cəlb elədi. Gənclərdən ibarət milli komandanın baş məşqçisi Elbruz Zayevin rəhbərliyi altında Bilal bir dəfə dünya birinciliyinin gümüş mükafatçısı, 2 dəfə Avropa çempionu adına layiq görülmüşdü. Bu da Azərbaycanda bir ilk idi, bir tarix idi. Lakin hədəfimiz kişilərdən ibarət Avropa çempionatında, dünya çempionatında, olimpiya oyunlarında zəfər qazanmaqdır, qələbə qazanmaqdır. İnşallah ki, 3 rəngli bayrağımızı 2028-ci ildə Los Angelesdə keçirilən yay olimpiya oyunlarında dalğalandıracaq. Bu günlərin biz qədim Astara torpağına gəlmişik. Bilirsiniz, sonuncu Avropa çempionatında bizim idmançımız Bilal hamımızı sevindirdi və ikinci dəfə Avropa çempionu tituluna layiq görüldü. İdmançı olaraq öncə mən onun valideynlərinə və məşqçinə təşəkkürümü bildirmək istəyirəm. Bilirsiniz, idman tək uğur, qələbə qazanmaq deyil. İdmançı gərək daim öz təlim tərbiyəsi ilə, öz hərəkətləri ilə digərlərinə nümunə olsun. Və Bilal da bizim həmin o nümunəvi boksçularımızdan biridir. Başqa bir məsələyə gəldikdə isə onu qeyd etmək istərdim ki, Bilal öz əzmkarlığı ilə bu titulları, bu uğurları qazanmışdır. Mən xatırlayıram ondan öncə dünya çempionatında iştirakını, bilirsiniz, orada da dünya ikincisi oldu, gümüş medal qazanmışdı. Ondan öncəki Avropa çempionatını, dünya çempionatında Bilalın, belə deyək,
baxanda məşqçilər də qeyd edirdilər ki, çox çətin rəqiblərlə düşübdür. O rəqiblərə qalib gəlmək çox çətin olacaq. Amma o sübut elədi ki, gənc olmağına, yeniyetmə yaşında olmasına baxmayaraq sübut elədi ki, keçilməz rəqib yoxdur. Hətta o zaman o Kubalı boksçunun üzərində qələbə qazananda bütün boks ictimaiyyəti ondan yazırdı ki, Azərbaycandan yeni bir istedad, Kubalı istedada qalib gəldi. Və bu uğurların da təsadüf olmadığını göstərdi və növbəti Avropa çempionatında da ikinci dəfə Avropa çempionu olaraq həm himnimizi çaldırdı, həm də bayrağımızı yüksəyə qaldırdı. Düşünürəm ki, bu hələ başlanğıcdır. Bundan sonra qarşıda çox uzun bir, çətin bir yol gözləyir. Və federasiya tərəfindən də onu demək istəyirəm ki, lazım olan bütün dəstəyi bundan sonra da həm federasiya rəhbərliyi, həm federasiya göstərəcəkdir. İlk dəfə 2013-cü ildə 5 yaşımda məşqə başlamışam. Mən ilk məşqlərimə bu zalda başlamışam. İlk məşqlərimi burada etmişəm. İlk döyüşlərimi, sparringlərimi bu ringdə eləmişəm. Və sevindirici bir haldır ki, mən bu ringdə hazırlaşıb, bu zalda hazırlaşıb, ilk öncə Respublika çempionatına, daha sonra Avropa çempionatına, dünya çempionatına yollanıb, oradan medallarla qayıtmışam. Əsas hədəfim bunlarla, bu medallarla kifayətlənməyib, böyüklər arasında Avropa, dünya və olimpiya oyunlarında fərqlənib, daha çox medallar qazanıb, bayrağımızı daim yüksəkdə tutmaq və himnimizi səsləndirməkdir.